İkinci Səfəvi Osmanlı müharibəsi. Təhmasimin vəfatından sonra vəziyyət dəyişdi. Necə oldu? Təhmasimin vəfatından sonra Səfəvi dövlətində daxili sabitlik pozulur. Hakimiyyət uğrunda mübarizə başlayır. Kim gələcəkdir? İkinci İsmail hakimiyyətə gəlir. Şah 2. İsmail. Az bir müddət, qısa müddətdə hakimiyyətdə qalacaqdı. O daha əvvəl bir neçə həbsdə qalmışdı, sonradan oradan çıxmışdı və hakimiyyətə gəlmişdi, hakimiyyət gətirmişdi daha doğrusu. Mərkəzləşmə siyasəti həyata keçirdi. Dövləti gücləndirmək üçün tədbirlər gördü. Kütləvi cəza tədbirləri həyata keçirdi. Eyni zamanda Sünni Şiə məsələsini aradan qaldırmağa çalışırdı. İki hökmdardır Azərbaycan tarixində. Bir budur, bir də Nadir Şahdır. Ona görə də onun gördüyü tədbirlər narazılıqla qarşılandı. Öldürüldü. Xatırlayırsınızsa biz bunu Ağqoyunlarda Əhməd Padşahın, Dödə Əhmədin dövründə etmişdik. Cəza tədbirləri görüldü və hakimiyyətdən salındı. Və hakimiyyətə Məhəmməd Xudabəndə gətirildi bundan sonra. 2. İsmail burada yazdı. Sünni Şiə məsələsini aradan qaldırmağa çalışırdı. Məhəmməd Xudabəndə hakimiyyət dövründə dövlət daha da zəiflədi. Xəzinə boşaldı. Hakimiyyəti onun həyat yoldaşı Məhdi İliyə idarə edirdi. Bütün idarəni öz əlinə almışdı. Qızılbaş əmirləri arasında daxili mübarizə başladı. Bundan kim istifadə edəcək? Osmanlı dövləti öz xeyrinə istifadə edəcək. Baxaq, müharibənin başlanması gedişatı. Osmanlı Cümhuriyyət söhbət 3-cü Muradın hakimiyyət dövrünə gedir. Van Xosrov Paşanın təhriki ilə Kürdlərin qiyamı təşkil olundu Səfəvilərə qarşı və bundan istifadə etdi, Xoy şəhərinə hücum elədi. 1555-ci Amasya şərtləri pozuldu bununla da Osmanlıların hücumu ilə və 2-ci Səfəvi Osmanlı müharibəsi başlaydı 1578-90-cı illərdə. Osmanlı dövlətinin bu müharibədə müttəfiqi Krım xanlığı da iştirak edir. Biraz sonra deyəcək hansı döyüşdə konkret Krım xanlığının yürüşü varsa, gəlmişsə. 1578-ci ildə yürüş edildi. Çıldır yaxınlığında döyüş baş verdi. Həmin döyüşdə Osmanlı ordusu qalib gəldi. Bununla da Osmanlı Gürcistan işğal etməsinə şərait yarandı. Xatırlayırsa biraz əvvəl dərsdə soruşmuşdum sizdən. Döyüşlərin nəticələrini diqqət edin. Bu döyüş səbəbində, nəticəsində nə baş verdi? Nəyə şərait yaratdı? Bu isə Şərqi Gürcistan işğal etməsinə şərait yaratmış oldu. Burada Səfəvilərin məğlub olan əsas səbəbi nə idi? Qüvvələr nisbətində Osmanlı xeyri olması və Qızılbaş tayfasının birliyin olmaması və yaxud da belə bir ifadə yaza bilər, özlərinə həddindən artıq güvənmələri Qızılbaşdan. Nəticədə dövlət bu müharibədə, bu döyüşdə məğlub oldu. Bundan sonra Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Gürcistan, ardıcı Şirvan. Nəticədə həmin ildə Şirvanda Səfəvilər əlində baş verən üsyan vardı. Bu üsyan Osmanlıların işini daha da rahatlaşdırmışdı. Krım xanlığı da Osmanlılarla bərabər yürüşdə iştirak edir. Hardan? Şimaldan Dərbənd keçidi vasitəsilə yürüş edir. Və 1578-ci ildə Molla Həsənli döyüşündə, Ağçay sahilində olan baş verən döyüşdə. Krım xanı məğlub oldu və onun rəhbəri Adil Gəray əsir almış oldu. Səfəvilər Şirvanı azad edildilər. Molla Həsənli Səfəvilərin sonuncu böyük uğuru sayılır burada, bu müharibənin gedişatında. Dərbəndi yer almaq cəhdləri hələ ki uğursuz oldu. Daxili çəkmələr artmışdı. Buna görə də Səfəvi dövləti uğursuzluğa məruz qaldı. 1583-cü il Niyazabad yaxınında döyüşdə Qızılbaşlar üstünlüyü aldılar. Osmanlıları məğlub edib onları Dərbəndə doğru sıçdırdılar. Yəni döyüşün nəticəsində Qızılbaşlar qalibdir. Amma daha sonralar Osmanlılar əlavə qüvvələr gətirməklə üstünlüyə keçirirlər. Şirvan və Dağıstanı öz hakimiyyətini möhkəmləndirdilər və Qızılbaşları buradan qovub çıxartdılar. Bu müharibənin gedişatında Şeybanilər də Osmanlılara kömək edir. Necə ki 1514-cü ildə Səlim, 1-ci Səlim Çaldıran döyüşü zamanı Xorasanda yəni Şeybanilərin kömək istəmişdi. Eyni formada burada da Şeybanilərin iştirakı var. Və iki cəbhədə aparılan müharibə Səfəvilər üçün uğursuz olmuşdu, məğlub olur. Osmanlı işğallarını asanlaşdıran səbəblər nədir? Necə olur ki, Osmanlı rahat bir şəkildə irəliləyə bilirdilər.
Mərkəzi hakimiyyətə qarşı qiyamların olması, qızılbaşlar arasında çəkişmələrin olması və hakimiyyət zəifləmişdi. Bunu biz biraz əvvəl Məhəmməd Xudayar dövründə dedik və xəzinə boşalmışdı. Bütün bunlar hamısı Osmanlılar işini rahatlaşdırır, əl qolunu açırdı. (1582-ci ildə Sufyan döyüşü). Sufyan döyüşündə Səfəvilər yenə də məğlub oldular. Həmin ildə Çuxursəd vilayəti tutuldu Osmanlı tərəfindən. 1580-ci Çuxursəd tutdular və 85-ci il Sufyan döyüşündə Səfəvilər məğlub oldular. Şahidlər, xatırladım 2 dənə Sufyan döyüşü var deyəcəyik. Biri 85-ci ildə, burada, biri də 1605-ci ildə Sufyan döyüşü. İkincisində Səfəvilər qalib gələcəklər. Onu Şah Abbasın dövründə deyəcək sizə. Ardınca Sufyan döyüşündən sonra isə Təbriz şəhəri tutuldu. Bu da döyüşün nəticəsi. Bu formada ifadə edə bilərsiniz. Çuxursəd Niyazabad döyüşündən sonra oldu. Təbriz isə Sufyan döyüşündən sonra. Şəhər tutuldu, ələ keçirildi və qarət olundu. Bu zaman Səfəvi ordusuna rəhbərlik edən Həmzə Mirzə Osmanlılarla sülh danışıqlarına başladı və qarşıda bir şərt var idi. Osmanlıların şərti nə idi? İndiyə qədər tutulmuş ərazilərin hamısı Osmanlıda qalsın, Təbriz daxil olmaqla. Amma Həmzə Mirzə isə Təbrizin qızılbaşları geri qaytarmasını istəyirdi ki, bizdə qalsın deyirdi. Bu şərtə heç bir tərəf razılaşmır. Təbriz məsələsində razılaşma əldə olunmadı. Belə olduqda danışıqlar pozuldu. Həmzə Mirzə müharibəni davam etdirmək üçün ordu yığmağa başladı, amma həmin ildə, 86-cı ildə sui-qəsdən öldürülür. Onun sui-qəsdən öldürülməsi Səfəvi dövlətinin vəziyyətini ağırlaşdırdı. Və demək olar ki, Səfəvi dövləti bunun ardınca ard-arda məğlub oldu. 86-89-cu ildə ciddi bir nəzarət yox idi. Nəticədə Azərbaycanın böyük bir hissəsi Osmanlılar tərəfindən işğal olundu. Şeybanilər də bu vəziyyətdən istifadə edib Xorasanı işğal etdilər. Sonradan Şah Abbas geri qaytaracaq bu əraziləri. Və Səfəvilərin vəziyyəti ağırlaşdı. Yenicə hakimiyyətə gələn 1587 hakimiyyətə gələn Şah Abbas vəziyyəti öz xeyrinə dəyişmək üçün Osmanlılarla danışıqlara başladı və müqalibə almaq məcburiyyətində qaldı. Onun məqsədi nə idi? Dövlətin varlığını qoruyub saxlaya bilmək, ordunu gücləndirmək və itilən əraziləri geri qaytarmaq məqsədi ilə neynədi? Məcburən müqavilə bağladı. Müqaviləmiz 1590-cı il İstanbul müqaviləsi idi. 1590-cı ildə. İstanbul müqaviləsi. İstanbul müqaviləsi şərtlərinə görə Azərbaycan sayacağımız ərazilər Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin, Lənkəran istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlılara verilir. Şahidlər, bu məsələyə diqqət edin. Bütün Azərbaycan ifadəsi var burada. Bütün Səfəvilər demir ha bizə. Bütün Azərbaycan torpaqları deyir. İtirildi. Bütün Azərbaycan və bütün Səfəvi ifadəsində fərq çoxdur. Şərqi Gürcistan və İranın qərbi Osmanlılara verildi. Keçdi Osmanlı nəzarətinə. Burada əhəmiyyəti bu idi. İstanbul əhəmiyyəti bu idi ki, Şah Abbas ölkədəki vəziyyəti qaydaya salmaq, qiyamları yatırtmaq, hakimiyyəti möhkəmləmək üçün əlinə fürsət düşmüşdü. Və eyni zamanda iki dövlətlə eyni anda mübarizədən canı qurtuldu. (1578-90-cı illərdə Osmanlı işğal etdiyi ərazilərdə özünə uyğun idarə sistemi qurmuşdu. Vilayət, bəylərbəylik və sancaqlara bölünmüşdü ərazi. Əhali əmlakı siyahıya alınmışdı. Yeni vergi mükəlləfiyyətlər təyin edilmişdi. Keçdi Şah Abbasın islahatları. Şah Abbasın islahatı. Birinci olaraq hərbi islahatı. Baxaq. Onun hakimiyyət gəlmə ərəfəsində ölkədə vəziyyət gərgindir. Bunu biraz əvvəl dedik. Bu vaxta qədər orduda şahidlər, bu məsələyə diqqət edirik. Orduda nizami ordunun olmaması. Sonra qızılbaşdan ibarət ordu var idi və nizami ordu yox idi. Bir də tayfa başçıları. Yəni tayfa başçılarında irslik məsələsi var idi. Onu biraz sonra Şah Abbas ləğv edəcək.
Bu məsələlər dövləti zəiflədirdi. Şah Abbas islahatların məqsədi hakimiyyəti gücləndirmək, ordu əvvəlki qüdrətini bərpa eləmək, Osmanlıla müharibə aparmaq, ələ keçən əraziləri geri qaytarmaq istəyirdi. Hərbi islahat baxırıq. Tayfa başçılığında çəkmələrə, tayfalar arası çəkmələrə son qoymaq üçün irslik prinsipi ləğv olundu. Yəni, kim layiqdirsə o vəzifəyə o gətirilirdi. Şahın rəğbətini qazanmış şəxslər o vəzifəyə gətirilirdi. Müxtəlif tayfalardan ibarət olan ordu qurulmuş oldu. Qoşun, tayfa müxtəlifliyi prinsipi əsasında təşkil olunurdu. Bunu xatırlayırsınızsa, Səlcuqlarda da demişdik, Məlikşahın dövründə demişdik və Monqollarda Çingizxanda demişdik. Qızılbaşların tək başına silah gəzdirmək qaydaları qadağan olunmuş oldu. Ordu nəticəsi bəs nə oldu? İslahatın nəticəsi ordu yenidən quruldu. Ordu silahı malik olan daimi nizami ordu yaradılmış oldu. Qızılbaşlar yenə də Səfəvi dövlətinin əsas hərbi gücünü təşkil edirdilər. Biraz sonra ordunun quruluşunu deyəcək sizə. Ordu əsasən iki hissədən ibarətdir. Qızılbaşların ibarət olan süvari qoşun var. Bu ənənəvi qoşun idi. Qədimdən bəri mövcud olan əsas qoşun idi. Və nizami qoşun vardı. Qulamlar, tüfəngçilər, topçular. Bunların nə olduğunu deyirik. Qızılbaşlı ordunun əsasını təşkil edir və süvari qoşundur bunlar. Qızılbaş tayfadan ibarətdir. Qulamlar Yeniçəri nümunəsində yığılırdı. Qafqaz mənşəli qeyri-müsəlmanların toplanırdı. Piyada qoşunu idi və ordunun əsas zərbə gücünü təşkil edirdi. Tüfəngçilər əhalinin aşağı təbəqəsindən yığılırdı. Dövlət hesabına silahlanırdı bunlar. Topçular yenə də həmçinin dövlət hesabına silahlanırdı və Səfəvilərin 500 səhra topu var idi. İslahatlara baxırıq digər məsələ. İnzibati islahatlar. 1593-cü ildə mərkəzi Ərdəbil olan Azərbaycan Bəylər Bəyliyi quruldu. 1590-cı ilə görə Azərbaycanın əlində Səfəvilərin əlində qalmış Azərbaycan torpaqlarını, Lənkəran, Qaracaq, Qəzvin, digərlərini saydıq biraz əvvəl. Həmin şəhərləri topladı və 1593-cü ilə mərkəzi Ərdəbil şəhəri olan Azərbaycan Bəylər Bəyliyi qurdu. Zülfiqar və Qaramanlı o rəhbər təyin olmuş oldu. Əraziləri keçdik. Bu ərazilər daxil idi, bizim əlimizdə qalan ərazilər. Və oradan toplanan qoşun Azərbaycan qoşunu adlanırdı. Burada digər məsələ bu idi ki, orada Azərbaycan adı, ifadəsi qorunub saxlanmış olsun. 1598 paytaxt Qəzvindən İsfahana köçürüldü. İkinci dəfə paytaxt köçürülməsi baş verdi. Və bu İran elementlərinin güclənməsi səbəb olmuşdu. Çünki İsfahan İran şəhəri idi və burada idarə etmədə İran mənşəli şəxslərin önə çıxmasına şərait yaratmışdı. Şah özünə dayaq yaratmaq və Qəzvinli əhalinin razılığını almaq üçün, yəni onun narazılığını qaldırmaq üçün İsfahanda Abbasabad adlı xüsusi məhəllə saldırmışdı və burada Qəzvinli əhali köçürmüşdü. Və Özbəklərlə mübarizə aparmaq üçün Xorasan sərhədlərinə biz bunu Əfşarlar dövlətində bu ifadənin adını çəkəcəyik sizə. Orada eyni cümlə təkrarlanacaq. İslahatlar. Deməli, iqtisadi həyatlandırmaq məqsədləri nədir? Bəzi vergilər ləğv edildi və azaldılmışdı, öz başına son qoydu. Xəzinə gəlirləri artırıldı. İslahatların nəticəsi. Ölkənin gücü bərpa edildi. Nizami ordu yaradılmış oldu. Azərbaycan bütövlüyü dövlətini qorunub saxlamağa çalışıldı. Və öz müsbət təsirini göstərdi. Baxaq görək, nəticəsi nə olacaq? Cəlalilər hərəkatı. On 16-cı əsrdə Osmanlı hakimiyyəti altında olan ərazilərə başlamışdı. Şeyx Cəlalın rəhbərliyi altında Cəlalilər hərəkatı başlamışdı. Osmanlının deməli, şərq vilayətlərində həmçinin Azərbaycanın Osmanlı işğal etdiyi Azərbaycan torpaqlarında başlamışdı Cəlalilər hərəkatı. Şah Abbas Cəlalilər hərəkatından öz xeyrinə istifadə eləmişdi. Səbəbi aydın məsələdir, vergilərin çoxluğu, məbləğ özbaşınalığı. Osmanlı zülmünə yorulan əhali üsyan qaldırdı. 1591-ci il Təbrizdə Cəlalilərin ilk üsyanı baş vermişdi 1591 Təbrizdə. Hətta Şah Abbas 1608-ci ilə Cəlalilərin bir hissəsinin
Azərbaycan Çuxursat Bəylər Bəyliğinə köçüb gəlməsinə şərait yaratmışdı və onların gücündən nə edirdi? İstifadə edirdi. Azərbaycanda Cəlalilərin nümayəndəsi isə bizim bildiyimiz Koroğlu idi.